İbn Abbas radiyallahu anhuma buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem fitrə zəkatın bizə fərz etdi və orada hikmətin də deyir. Ən birinci hikmətlərdən oruç tutan üçün təmizlik. Əgər Ramazanda oruc vaxtı hansı eyblər olub, qüsurlar olub, fitrə zəkatı onu örtür. Ona görə fitrə zəkatı mühümdür. Nəinki kasıba sən yardım edirsən. Həmçinin özünə də mühümdür, özün üçün də. Ən birinci eybləri örtmək üçündür. Oruc vaxtı. Məsələn, oruc vaxtı əgər nəsə ağızdan pis söz çıxır və ya o sözlər işlədilməməli idi, o eybləri örtür. Və həmçinin hikmətlərindən fitrə zəkatının miskinlərə yemək olsun. Miskinlər, yəni ehtiyaclılara. Böyük hikmətlərdən bayram günü hamı tox olsun. Hamının evində yemək pişsin. Kasıblarla varlıların arasında mehribançılıq olsun. Böyük hikmət var. Deməli, bu artıq cəmiyyətə aiddir. Həm fərdə aiddir fitrə zəkatı, həm cəmiyyətə aiddir.